Salam hörmətli tamaşaçılar. Yenidən sizinlə xoş gördük. Bu günləri Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə yardımı ilə icra etdiyi Sabir gözü ilə media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış, monitorinq layihəsi çərçivəsində sizinlə görüşürük. Bu layihə çərçivəsində bir ay müddətində, yəni may ayının 2025-ci ilin may ayının 1-dən 30-na kimi açıq məkanlarda və media subyektində monitorinq aparılmışdır. Monitorinq Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun monitorinq və lingvistika şöbəsi tərəfindən, monitorinq qrupu tərəfindən icra olunub və bununla bağlı bizim müzakirəni ümumiyyətlə media sayəsində dil qüsurları açılıb, reklamlarda dil qüsurları ilə bağlı bugünkü müzakirəmiz qonağımız Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgər ilə müzakirə edəcəyik. Müşfiq müəllim, xoş gəlibsiniz. Xoş gördük. Təşəkkür edirəm. Müşfiq müəllim, siz mütəmadi olaraq bu sahədə açıqlamalarla mövqeyi olan bir media ekspertsiniz. Eyni zamanda Mətbuat Şurası da yəqin ki, bu istiqamətdə fəaliyyəti var və ona görə biz sizdən istəyirik ki, bu məsələdə fikirlərimizi bölüşək birgə. Ümumiyyətlə, ilk sualım belədir ki, ana dilin qorunmasında media və reklam nə kimi rolu var? Təşəkkür edirəm. Nəzəriyyələrdə təsdiq olunmuş faktdır ki, ümumiyyətlə dilin nəinki qorunmasında, həm də inkişaf etdirilməsində həm medianın, həm də bədii yaradıcılığın rolu böyükdür. Bilirsiniz ki, ümumişlək dillər var, dilin dialekt bölümləri var, bir də ədəbi dil məsələsi var. Bu ədəbi dilin xüsusi olaraq inkişaf etdirilməsində, cilalanmasında bizim həm ədəbiyyat nümunələri, xüsusi olaraq da media subyektləri, yəni kütləvi informasiya vasitələri mühüm rol oynayırlar. Çünki insanlar arasında kommunikasiyanın ən yüksək forması bizim bilirsiniz ki, media subyektləri, kütləvi informasiya vasitələri üzərindən qurulur. Bu baxımdan kütləvi informasiya vasitələrinin, yəni indiki terminlə desək, media subyektlərinin dil məsələsinə həssas yanaşması xüsusilə önəmlidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son dövrlərdə dilin qorunması ilə bağlı, inkişaf etdirilməsi ilə bağlı məsələlər nəinki ürək açan deyil, həm də ciddi problemlərin olduğunu ortaya çıxırıq. Öncə oradan qeyd edək ki, artıq son dövrlərdə, son 10 il ərzində biz media deyərkən medianın qollarının mütləq təsnifatının aparılması zərurəti ilə üzləşirik. Bundan qabaq 10 il öncəyə qədər əgər media deyəndə biz yalnız peşəkar media subyektlərini nəzərdə tuturduqsa, 2009-cu ildən sonra xüsusi fenomen olaraq bu sosial şəbəkələrin gündəmə gəlməsi, yeni media alətlərinin ortalığa çıxması artıq medianı da xüsusi olaraq qollara təsnifatlaşdırır. Bu baxımdan biz media deyəndə indi həm peşəkar, ənənəvi media tiplərini nəzərdə tuturuq, həm də internet üzərindən yayım verən, eyni zamanda bizim sosial şəbəkə platformaları kimi qeyd elədiyimiz sosial media fenomeni ortalığa çıxır. Düzdür, bizim ənənəvi media, peşəkar media dil normalarının qorunması üçün kifayət qədər səy göstərir və bu günə qədər də çalışır ki, Azərbaycan dilinin o norma və prinsiplərinə əməl etsin. Amma çox təəssüf ki, biz sosial media alətlərində, platformalarında bunu görmürük. Diqqət etsək görərik ki, məsələn, bütün sözlərin ixtisarla yazılması, xarici dillərdən lüzumsuz yerə olaraq alınmış, belə deyək ki, sözlərdən istifadə olunması, açığı mən hərdən o digər sosial zümrə nümayəndələri ilə bəzən adam ünsiyyətdə olur bu sosial şəbəkə platformaları üzərindən, indi Facebookun chat bölümündən, yaxud da ki, Messenger üzərindən, yaxud WhatsApp üzərindən. İnanc ki, oradakı dili anlamaq üçün bəzən adam xüsusi diqqət yetirməli. Məsələn, salamı artıq sılımı yazırlar, tutaq ki, yaxud da ki, başqa formalarda indi ən çox işlənən, bəli, salamdır, ən çox ona deyirik.
kifayət qədər ziyanlı bir məsələdir. Bilirsiniz, Fuad bəy, bu məsələ oradadır ki, onlar elə WhatsApp-dan necə yazışırlarsa, bəzən də bilirsən ki, onu məsələn də tutaq ki, sosial şəbəkə Facebook üzərindən yaxud da ki, digər platformalar üzərindən qoyduqları informasiyaları da həmin dilə uyğunlaşdırırlar. Və adam Üniversitədə diqqət eləmədən o formada xəbərə çevrilir. Adətən dilin dəyişməyə, yeniləşməyə ən həssas hissəsi onun leksikasıdır. Belə deyək ki, leksika açıqdır. Bu xarici mənbələrdən də söz ala bilər, dialektlərdən də götürə bilər və s. və ilaxır başqa mənbələrdən də söz götürə bilər. Bu aktivdir. Düzdür, orada da müəyyən bir tənzimləmə lazımdır. Amma dilin ən çox qorunması zəruri olan hissəsi onun sintaktik quruluşudur. Hər dilin özünün sintaktik quruluşu var. Bu onun onurğasıdır. Əgər bu onurğa zədələnirsə, artıq dilin digər bütün hissələri də zədələnmiş olur. Gəlin baxaq. Azərbaycan dili aglutinativ dillər qrupuna daxildir. Yəni mahiyyəti odur ki, kök və şəkilçilər var. Məsələn, bizdə yeni söz yaradıcılığı söz kökünə şəkilçinin artırması ilə belə deyək ki, yaranır. Yeni sözlər yaranır, düzəltmə sözlər deyirik biz ona, yaxud da ki, sözlərin cümlədə yerini tutması üçün biz ona şəkilçi artırırıq. Bu gedir aglutinativ dillər, yəni sözün kökü sabitdir, ona şəkilçilər artırmaqla biz onu cümlədə uyğunlaşdırırıq, yaxud da ki, düzəltmə sözlər əldə edirik. Var kök dillər, var flektiv dillər. Məsələ oradadır ki, flektiv dillər bilirsiniz ki, məsələn, ərəb dili, bunlar flektiv dillər gedir. Bunlar daxildən sait artırmaqla yeni sözləri, onlarda indi təfilələr deyirlər də, hər təfilə saitləri artırmaqla, indi aydın olsun deyə, məsələn, k, t, b var. Buna ai artırılanda olur katib, ia artırılanda olur kitab, məktəb və s. və ilaxır. Yəni bir təfilədən 28-ə qədər söz düzəltmək olur. Bu flektiv dildir və gördük ki, daxili. İndi baxın, Azərbaycan dilində bu gün sosial şəbəkələrdə istifadə olunan dil odur. Məsələn, baxırsan, salam əvəzinə saiti ixtisara salır, yazır s-l-m. Yəni, həmin o flektiv dillər quruluşunu alır. Beləliklə, bizim dilimizin deməli, sintaktik quruluşunun özü pozulur və sındırılır burada. Yəni, burada artıq dilin, belə deyək də, biz onu müqayisə üçün desək, insan onurğasını götürsək, insanın digər orqanları zədələnəndə, xəstəliyində və s. onu asanlıqla bərpa edirlər. Amma onurğa sınığıdırsa, bunu artıq bərpa etmək və insanı əvvəlki halına qaytarmaq ya mümkün olmur, ya da kifayət qədər çətindir. Sintaksisdə dilin onurğa sütunudur. Əgər biz onurğa sütununu sındırırıqsa, bax, burada gələcəkdə dilimiz üçün çox ciddi şəkildə problemlər yaranır. Təkcə o flektiv dil quruluşunun variantlarından istifadə olunması deyil. Məsələn, biz baxın görək, dildə inversiya hadisəsi deyirlər də. Məsələn, o dildə cümlə üzvlərinin yerinin dəyişdirilməsi. Məsələn, bizdə belədir, adətən mübtəda gəlir, ortada ikinci dərəcəli üzvlərdir, sonda xəbər gəlir. Əgər sən burada yeri dəyişirsənsə, artıq bu inversiya hadisəsidir. Bu, düzdür, bədi ədəbiyyatda yol verilir, amma gündəlik danışıq dilində uyğun bir məsələ deyil, məsələn, bir şeydə. Amma baxırsan ki, artıq bizdə o hadisə də sınıb. Yəni, dildə mübtəda ilə xəbərin yeri, ikinci dərəcəli üzvlərlə başqa üzvləri və s. və ilaxır. Qarışdırılıb dil tamamilə, belə deyək ki, sıradan çıxarılır. Beləliklə, bu sosial media üzərindən yaranan, süni şəkildə yaradılan dil əslində bizim Azərbaycan dili üçün çox ciddi problemlər yaradır. Demək lazımdır ki, bu dilin, belə deyək ki, bu qondarma, süni və lüzumsuz dilin getdikcə sosial şəbəkə platformaları üzərindən inkişaf edilməsi kifayət qədər bizim dilimiz üçün problem yaradır. Nəzərə almaq lazımdır ki, tarix boyu millətin taleyində müxtəlif dönəmlər olur. Millət işğala da məruz qala bilər, müstəqil də ola bilər və s. və ilaxır. Amma tarixin dönəngəclərindən bizi dartıb gətirən bir millət olaraq onu yaşadan bir neçə faktor mövcuddur ki, həmin faktorlardan da biri dildir, mədəniyyətdir və s. Yəni, bu günləri əgər bizim dilimiz sındırılırsa, belə deyək, körşaldılırsa və bunun əvəzinə süni yaradılmış dillərdən istifadə olunursa, o başqa dillərə qatılaq ortasında ithbat edilirsə, burada, belə deyək ki, kifayət qədər narahatçılıq vardır və burada müəyyən qədər tədbirlərin görülməsinə zərurət var. Mən biraz uzun giriş verdim, amma məqsədim var. İndi deyirsiniz ki, dilin qorunması üçün nə edirsiniz? Söhbət ondan gedir ki, bizdə mövcud strukturlar
Tutaq ki, götürək ki, məsələn, mediada Mətbuat Şurası məşğuldur, Elmi Akademiyasının Dil Komissiyası, yaxud da ki, başqa-başqa qurumlar var. Məsələ oradadır ki, bayaqdan danışdığım hissədə mənim giriş verməkdə məqsədim nədən ibarətdir? Bütün bu qurumların səlahiyyətləri peşəkar medianı əhatə edir. Məsələn, Mətbuat Şurası monitorinq edir, tutaq ki, bizim ənənəvi medianı, qəzetləri, jurnalları, xəbər portallarını və s. Amma bu gün nəzərə alsaq ki, insanların çox böyük hissəsi informasiya artıq 50% keçib, yəni bu qlobal o akademik mərkəzlərin, statistika mərkəzlərin verdiyi belə deyək ki, statistikadır ki, dünya əhalisinin yarıdan çoxu, təqribən 60% artıq informasiyanı sosial şəbəkə platformaları üzərindən alırlar. Azərbaycanda da eyni vəziyyətdir. Yəni biz ənənəvi mediada dil belə deyək ki, normalarını qoruyuruq, onun qayğısına qalırıq, nəzarət edirik və sosial media. Çünki əhalinin belə deyək ki, 60%-ə yaxın sosial media üzərindədir. Və son nə olacaq orada? Məsələ orada ki, bəli, bu nəinki nəzarət mexanizmi yoxdur. Hətta bunun barədə heç düşünmürlər də baxırsan ki, yəni bunun adını tutan yoxdur. Amma nəzərə almaq lazımdır ki, bu gün artıq vəziyyət dəyişir. Bax, bütün bu məsələləri, diqqəti, nəzarəti, müşahidələri, monitorinqi yönləndirmək lazımdır sosial medianın üzərinə ki, ən çox pozulan hissədə oradadır. Bax, mən təəssüf silə qeyd etmək istəyirəm ki, məsələ oradadır ki, o sahə sanki bir nəzərdən kənarda qalır. İndi biz Mətbuat Şurası olaraq, məsələn, bizim ənənəvi media qurumları üzərində fasiləsiz olaraq monitorinq aparırıq. Bilirsiniz ki, internetdə də var. Yəni ildə bir dəfə hesabat formalı bir konfrans keçirilir, o nəticələr orada açıqlanır. Əlbəttə mən demirəm ki, diqqət yönəlsin o sosial media qurumlarının üzərinə, ənənəvi mediadan onsuz da yaxşıdır. Yox, yəni burada da nəzarətsiz qoysan, müşahidə aparmasan, o belə deyək ki, qüsurları tutub irad bildirməsən, burada da korlanma olar. Amma böyük mənada orada vəziyyət yaxşıdır. Bizim əsas problemimiz sosial media üzərində. Təəssüf ki, Azərbaycanda da bəli, sosial şəbəkə platformalarına bağlı hər hansı bir tənzimləyici qanunların olmaması, müəyyən belə deyək ki, boşluqların olması burada problemlərin daha çox inkişaf etməsinə belə deyək ki, səbəb olur. Dilin pozulması ilə bağlı prosesləri stimullaşdırır və daha çox diqqətin ora yönəlməsi üçün bir zərurət yaradır. Düşünmədim, bugün biz yəni açıq məkana çıxanda bizim birinci gördüyümüz bir üstə reklamlar olur. Bəli. Və bu reklamların da hamısı da olmasa, əksəriyyətində hansısa formada, ya dil pozulur, ya adına görə müxtəlif formada nöqsanlar. Ümumiyyətlə, buna görə də bunlar da nəzarətsiz qoymaq olmaz. Eyni zamanda mediada, ümumiyyətlə, yəni mütəmadi olaraq media və reklamlarda dil nöqsanlarının monitorinqinin nə kimi faydası üstünlüyü? Açıq deyək ki, mən media məsələsində danışdım. Orada o dillə bağlı ürək açan nüansları da vurğuladım bədmişilərdə. Amma reklamlarla bağlı açığı orada müsbət fikir söyləmək üçün mən bir element tapa bilmirəm. Yəni bu gün biz küçələrə çıxanda, orada o afişalardakı, lövhələrdəki reklamları görəndə, hətta söhbət təkcə o reklamlardan da getmir. Tutaq ki, biz dükanların, bazarların, xidmət obyektlərinin, yaşa obyektlərinin hansının üzərinə baxırsa, sanki bir yarış başlayıb, hamı ancaq xarici dildə sözlər tapıb, belə deyək ki, orada yerləşdirirlər və ciddi şəkildə bu da problemlərə yol açır. Və yer gəlmişkən deyim, indi bilirsiniz, mən işimlə bağlı mən Mətbuat Şurasında Xarici Əlaqələr Komissiyasına rəhbərlik edirəm və işimlə bağlı tez-tez xarici tədbirlərdə oluram, konfranslar, seminarlar gedirəm. Çox maraqlıdır ki, Avropa ölkələrinin özünə gedəndə baxırsan ki, onlar İngiltərəyə daha yaxındırlar və ehtimal etmək olar ki, ingilis dilinin təsirinə daha çox düşməlidirlər. Amma çox maraqlıdır ki, orada belə deyil. Məsələn, mən bir neçə gün öncə Polşadan səfərdə qayıtdım. Demək olar ki, reklamlarda, elanlarda, iaşə obyektlərinin adları da və s. hamısı milli dildə istifadə olunur və düzdür, hətta bu niyə mənim daha çox diqqətimi çəkdi? Çünki etirazıma səbəb oldu. Orada biraz da ifrata gedirlər. Sən bilirsən ki, bu şəhərə turist axını var, bunu mən etiraz eləmirəm. Yəni öz dilində qoymalısan və bu dilini inkişaf etmək zəruridir, amma ən azı bunun bir
ingilis dilində ya başqa o dünya dillərinin birində də bir variantını Çalışma qoymalısan ki, bu turist və digərlər də baxsın orada harda olduğunu anlasın, hansı obyektə daxil olduğunu bilsin. Amma hətta onu da eləmirlər və mən səbəbini soruşdum orada və bəzən etirazımı bildirdim ki, bilirsiniz, mən Polşada yaşayan deyiləm, bura həmişə gəlib gedən deyiləm, tutaq ki, indi işimlə bağlı gəlmişəm. Mən nə zərurət var ki, mən bir gün buradayam, mütləq gəlib o sizin dilinizdə bunun adını mı öyrənməliyəm? Yəni belə də olmaz. Onlar dedilər ki, biz də başa düşürük ki, bu belədir, amma dedim, məcbur qalmasaydın, sən bu məsələyə diqqət yetirməzdin. Görürsən, yəni bizim siyasətimiz özünü doğruldur ki, biz bunu yalnız öz dilimizdə verməklə sən məcbur olursan ki, bir baxsan. Deməli, yerli vətəndaş da elədir. Yəni, o xarici dildə baxmayacaq ora, baxanda ancaq öz dilində olan görəcək. Əslində deyim ki, yəni əvvəlcə məndə narahatçılıq da doğursa bu, özüm üçün narahatçılıq yaratsa belə, sonra da mən onların siyasətini alqışladım. Yəni, qorunması üçün laf yaxşıdır. Amma gəlin bizdə baxın, dediyimiz kimi, indi bəzi ölkələr var ki, məsələn, ancaq öz dilində yerləşdirirlər. Bəzi ölkələr var ki, variantlarla verirlər. Məsələn, öz dilində də adı verir, sonra məsələn də tutaq ki, ingilis dili versiyasında verir. Məsələn, yoldur, gedirsən, küçə adlardır, ondan sonrasına, məsələn, dediyimiz kimi, yaşayış obyektlərinin adlarıdır, xidmət obyektlərinin adlarıdır və s. Bunlar deməli variantlı formada verirlər. Amma təəssüf ki, bizdə tamamilə əksinədir. Baxırsan ki, ümumiyyətlə o qoyulan adlar, reklamlarda verilən ifadələr nə təfəkkür baxımından, nə məzmun baxımından Azərbaycançılığı ifadə etmir. Nə də ki, belə deyək ki, leksik baxımdan, nə semantik baxımından, nə quruluş baxımından Azərbaycana ümumiyyətlə heç bir aidiyyəti olmayan sözlərdir. Sən deyim ki, kifayət qədər problemdir və bununla bağlı mütləq tədbirlər görülməlidir. Bu tədbirlər görülməlidir bağlı, bəxtən biz, mən də biraz o narahatçılığımı ifadə edirəm təqdindən. Əsl məsələ oradadır ki, Fuad bəy, bu məsələ əslində kifayət qədər ölkə rəhbərliyinin diqqətindədir. Biz diqqət yetirsək görərik ki, cənab prezidentin hələ 2013-cü ildə qloballaşma dövründə Azərbaycan dilinin qorunması və inkişaf edilməsi ilə bağlı sərəncamı var və kifayət qədər əhatəli bir, belə deyək ki, konseptual yanaşma var problemlərə, o problemlərdən çıxış üçün istiqamət verib. Sonra 2016-cı ildə başqa bir sərəncam var və s. Burada mövcud problemlərə köklü şəkildə yanaşmaqla yanaşı, problem mahiyyət açmaqla yanaşı, həm də onun üçün həm çıxış yollar göstərilir, həm də bu problemlərlə məşğul olmalı olan müəyyən qurumların öhdəliyini müəyyən edir. Çox təəssüf ki, bugün bizdə həmin o üzərinə bu məsələlərlə məşğul olmalı olan və bunun üçün üzərinə öhdəlik qoyulan qurumların fəaliyyətində qeyri-qənaətbəxşlik və belə deyək ki, müəyyən passivlik müşahidə olunmalıdır. İndi verilişimiz boyu zaman olarsa mən onlarla bağlı da mənim fikirlərimi çatdırıram. Bizim üçün maraqlıdır, yəni bu məsələ problemlərin qarşısının alınmasında dil normalarına nəzarətin aidiyyəti qurumlarının aktivləşməsinə nələr ehtiyac var? Çox ciddi şəkildə zərurət var. Mən indi bir dənə nümunə gətirəcəm sizə, bir baxa. Bilirsiniz, məsələn, qloballaşmanın da özünün tələbləri var da. Bu, əslində biz qloballaşma adında vahid dilə keçidin, vahid mədəniyyətə keçidin bir şahidi oluruq və bu da təəssüf doğurur. İndi şuuru üzərində olan, o özünü dərk edən millətlər bu prosesdən yayınıb öz milli kimliklərini qorumağa çalışırlar. Amma bəziləri də var ki, orada ciddi şəkildə problemlər olub, bu prosesin içərisində itib gedirlər. İndi bunun qarşısını almaq üçün bizdə də müəyyən addımların atılması zəruridir və dedi, yəni əslində cənab prezident də bununla bağlı mənə sərəncamlar verir. Amma problem oradadır ki, bu gün o işləri həyata keçirilməli olan qurumların fəaliyyətində müəyyən nöqsanlar var. Məsələn, gəlin baxaq, bu gün ciddi məsələlərdən biri texnoloji dillə bağlıdır. O texniki ifadələrlə bağlı olan problemlərdir. Məsələn, baxın, bu gün indi kompüteri icad olunub, bunu icad edənlər başqa millətlər, başqa dövlətlərdir, biz alıb istifadə eləməyə məcburuq və bunu kompüter kimi qəbul edirik. Amma bəzi məsələlər var ki, orada anlayışların variantını tapmaq və milli, belə deyək ki, terminlərdən istifadə etmək, qarşılıqları vardır, istifadə etmək olar. Məsələ oradadır ki, bizdə məsələn bununla bağlı
xüsusi terminologiya komissiyası fəaliyyət göstərir və bu bir dövlət qurumudur. Yəni ştat cədvəli var, əmək haqqı alırlar, işləri budur. Amma gəlin baxaq son dövrlərdə hansı bir yeni terminologiyanı veriblər ortalığa. Bax bu hətta indi bir-iki dəfə açıqlama da verirlər, daha gülünc formaya keçdilər belə deyək ki, bu narahatçılıq oldu. Görünür ki, işlərinin mahiyyətini hələ də o düzgün dəyərləndirmək baxımından müəyyən bir problemləri mövcuddur. Məsələ oradadır ki, bəzən bu yeni terminlərin, yeni anlayışların verilməməsi mahiyyət baxımından da çox ciddi şəkildə problemlərə yol açır. Yenə mən bir nümunə göstərməklə məsələni tamaşaçının diqqətinə çatdırmaq istəyirəm. Məsələn, indi əlinizdə tutaq ki, kompüter var, internet var, axtarış verə bilərsiniz. Məsələn, keçin İngilis dilində dezinformasiya yazın və bu dezinformasiyanın Azərbaycan dilində qarşılığına baxın. Görəsiniz ki, elə Azərbaycan dilində də dezinformasiya yazın. Məsələn, İngiliscə dezinformation'da, Azərbaycanda dezinformasiya. Olsun, anladıq, başa düşdük. Yəni, anlayışı onlar kəşf edilir. Amma baxın, məsələn, onlarda ikinci bir termin də var, misinformation. Keçin, yenə də onun tərcüməsini axtarın Azərbaycan dilində, yenə gəlib çıxacaq dezinformasiya sözü. Yəni, iki anlayışı, həm dezinformation, həm misinformation, hər ikisini Azərbaycan dilində bir dənə dezinformasiya ki. Hansı ki, bunlar mahiyyət etibarıyla tamamilə bir-birindən ayrı məfhumlardır. İndi aydın olsun bir məsələni deyim, tutaq ki, düzdür, bunlar ikisi də o fake xəbərin, saxta xəbərin qollarıdırlar. Amma qısaca deyim nədir? Məsələn, misinformation təsadüfdən yaranmış yanlış xəbərdir. Daha doğrusu Azərbaycan dilində desək, yanlış xəbərdir. Dezinformasiya isə bu saxta xəbərdir və şuurlu şəkildə saxtalaşdırılmış xəbərdir. Yəni, biri informasiya manipulyasiyalarını şuurlu şəkildə təxribatları ehtiva edir, digəri isə təsadüfdən yaranmış yanlışlıqları. Əslində, bax, görürsünüz, mən danışa-danışa qarşılığını verdim. Var yanlış xəbəri, var saxta xəbər. Yəni, saxta, bunun içərisində saxtakarlıq var da. Bu saxtakarlıq özü də bir şuurlu əməl nəticəsi. Yanlışlıq isə təsadüfən olmuş şeydir. Və baxın, misinformation, dezinformation fərqinə bax. Amma Azərbaycan dilinə çevirəndə, onun ikisinin də qarşılığında lüğətdə sizin qarşınıza dezinformasiya çıxır. Görürsünüz, ayrı-ayrı məfhumlardır. Bu bir nümunədir. Mən sizə məsələn onlarca nümunələr gətirə bilərəm. Beləliklə, baxın, onun bir nəticəsi nədir? Bir də baxırsan ki, məsələn, televiziyalarda, yaxud da ki, başqa bir məkanlarda bir mütəxəssis dəvət edirlər, danışdırırlar ki, məsələn də tutaq ki, saxta xəbərə qarşı necə mübarizə aparmaq lazımdır. O da durur dezinformasiyaya qarşı, yaxud da ki, yanlış xəbərə qarşı mübarizə necə olmalıdır? Durur o dezinformasiyaya qarşı mübarizədən. Hansı ki, yəni yanlış xəbərlə mübarizə vasitəsi başqadır. Yanlış xəbəri biz maarifləndirmə yolu ilə belə deyək ki, təsirini azaldırıq. Saxta xəbər isə xüsusi qanunlar və inzibati yolu. Bu Azərbaycan dilində bu anlayış qarışdığına görə o danışan adam da durur bunları o mübarizə vasitələrini qarışdırır və beləliklə bütün əhalidə bir çaşqın fikir yaratmış olur. Beləliklə, baxın, bugün mən onlarla, yüzlərlə misal gətirə bilərəm ki, bu anlayışların heç birinin Azərbaycanda qarşılığı yoxdur. Tapılmır, verilmir və sonda sual yaranır. Bu terminologiya komissiyası nə ilə məşğuldur? Bu boyda institutlar və s. və ilə axır, dövlət qurumları və s. bunlar hara baxırlar, nə işlə məşğullar? Bax, bu sahədə müəyyən bizim, belə deyək ki, problemlərimiz mövcuddur. Hesab edirəm ki, bunların aradan qaldırılması üçün müəyyən təşəbbüslər olmalıdır. O baxımdan da mən sizin verilişinizdə biraz həvəslə, sevə-sevə iştirak etdim ki, sağ olun ki, yəni bu cür məsələlərə bir ictimai təşəbbüs qaldırırsınız. Bu problemlərin aradan qalxması üçün belə deyək ki, müəyyən addımlar atmağa çalışırsınız. Çox sağ olun, düşünməyəm. Əslində bu məqsəd, bu layihənin də məqsədi budur ki, vətəndaş cəmiyyətinin, bu sahədə olan mütəxəssislərin bir çağırışı lazımdır. Yəni aidiyyəti qurumlara, ümumiyyətlə bu sahə ilə bağlı bir ictimai qınağa ehtiyac var ki, bu din məsələlərinin problemlərinə ən azı bir təsiri olsun. Çünki bunu artıq bu reklam məsələsi, ümumiyyətlə bu dil problemi məsələsi cəmiyyətin hər bir üzvünün problemi. Hər bir üzv buna öz qatqısını eləməlidir ki, yəni çağırışını eləməlidir, qınağını göstərməlidir. Ümumiyyətlə bu baxımdan bəzi maariflənmə deyirsiniz. Ümumiyyətlə media reklam istehsallarından həmçinin cəmiyyətin dil qaydalarına riayət edilməsinə bağlı məlumatlanma və maariflənmənin nə kimi əhəmiyyəti var? Əslində, medianın təməl funksiyası özü üç istiqamət üzərində qurulubdur. Maarifləndirmə, məlumatlandırma və əyləndirmə.
belə deyək ki, əslində əyləndirmə deyəndə də əyləndirmənin içərisində də özündə bir, yəni bizim o bəzən nəzərdə tutulduğu kimi belə deyək ki, yüngül hərəkətlər, vaxt keçirmə məsələsi deyil. Bu əyləndirmənin özünün də içərisində bir maarifləndirmə olur. Məsələn, mən çox xoşladığım bu baxımdan Türkiyə televiziya kanallarıdır. Məsələn, ən aşağısı onlarda bir cizgi filminə bir dəfə diqqət eləyin, baxın. Onlar bir cizgi film içərisində hətta o azyaşlı uşaqlar üçün hazırlanmış və onların əylənməsinə xidmət edən cizgi film içərisində nə qədər məlumatlandırma və maarifləndirmə işləri. Açıq deyim sizə ki, məsələn, mən evdə övladlarımı yönləndirirəm, baxırlar ora. Onun içərisində Türkiyə tarixi ilə bağlı, Türkiyə mədəniyyəti ilə bağlı, bizim dini inanclarımızla bağlı, davranışlarımızla bağlı nə qədər içərisində məlumatlandırma və maarifləndirmə işi gedir. Yəni, mən bunu bir ştrix olaraq çıxaraq dedim. Əlbəttə ki, medianın əsas işi, təməl işlərindən biri məlumatlandırma və maarifləndirmədir. Yəni, bu gün biz burada bu müzakirəni açırıqsa, bunu media üzərindən həyata keçirirsə, bu özü də işin özünə bir töhfədir. Ona görə diqqət edirəm ki, amma tutaq ki, işi də bu sahədə öz fəaliyyətə buraxmaq olmaz. Yəni, tutaq ki, hansısa media qurumunun bir dəfə yadına düşəcək, diqqətini çəkəcək, gedib dil məsələsi ilə bağlı bir hansısa bir süjet mi hazırlayacaq, bir analitik material mı verəcək, bir reportaj mı verəcək, bundan iş bitəcək məsələsi deyil. Problem oradadır ki, bu iş sistemli şəkildə və koordinasiya olunmuş formada həyata keçirilməlidir. Bax, bizim bu Azərbaycan dilinin qorunmasına və inkişaf etdirilməsinə məsul olan dövlət qurumları bu sahədə koordinasiya işini öz üstlərinə götürməlidirlər. Müntəzəm şəkildə vaxtaşırı tədbirlər keçirməlidirlər, hesabatlar verməlidirlər, nəticələri açıqlamalıdırlar. Media mənsublarını dəvət edib bu açıqlamaları çatdırmalıdırlar, ötürməlidirlər. Bundan əlavə, hətta yeri gələndə tutaq ki, adamlar üçün seminarlar keçirməlidirlər, digər maarifləndirici formalı tədbirlər keçirməlidirlər və s. və ilaxır. Amma sanki bir sükut halıdır. Yəni, bu sükut halında o işi koordinasiya etməli olan mərkəzlərin özünü suskundurduğu bir vəziyyətdə medianın ortalığa düşüb, belə deyək ki, iş aparması, burada bir sistemsizlik, xaotiklik müşahidə olunur. Ona görə də hesab edirəm ki, bir o həyəcan təbili çalınmalıdır və o qurumlara öz məsuliyyətləri bir daha xatırladılmalıdır. Klassik tərzdə hər zaman cəmiyyətin maariflənməsinə çalışırlar. Mirzə Ələkbər Sabir də öz şeirləri ilə cəmiyyətin maariflənməsinə çalışır. Ümumiyyətlə, indi belə deyək də, bu layihənin adında da elə bu sabir gözü ilə, bu məsələyə sabir gözü ilə baxsaq, məsələn, sizcə, məsələn, Mirzə Ələkbər Sabir günümüzdə yaşasaydı və reklamların dilinə diqqət etsəydi, bu mənzərə necə yanaşardı, yəni maraqlı? Çox güman ki, bir neçə əsərini bu məsələlərə həsr edərdi mütləq şəkildə və əminəm ki, elə formada yanaşardı ki, o diqqət çəkərdi və bu dillə bağlı problemlərdən qalxmasına təsir edərdi. Çox yaxşı məqama toxudunuz, Fuad bəy, orada qeyd etmək istəyirəm ki, baxın, bu dillə bağlı məsələlər bizim o dahilərin, ədiblərimizin həmişə diqqət mərkəzində olubdur. Məsələn, götürün biz Füzuliyə baxın. Füzuli nəzəri baxımdan da bu məsələyə yanaşır. Məsələn, onun bir şeiri var, beyt var, bilirsiniz, deyir ki, türk zəbanı ilə nəzm-i nazik çətin olur, yəni açıqlaması budur. Məndə tövfiq olsa bu şüvarı asan eylərəm. Məsələn, belə bir məsələ var. Yəni göstərir ki, orada o Füzulinin o narahatçılığı nədən yaranırdı? Həmin dövrdə türk ədəbi dilinin inkişafı və şeir mədəniyyət dilinə çevrilməsi ilə bağlı bir çətinliklər var idi və görünür ki, məsələn, Füzuli özü tutaq ki, türk dilli divan yaratmaqla, Azərbaycan dilində divanlarını yaratmaqla, yəni fars dilində də, ərəb dilində də yazıb, Azərbaycan dilində də bir divan yaratmaqla, baxın, bizim o ədəbi dilin cilalanmasına nə qədər töhfə verdi. Bax, o dövrdən başlayan bizim o Azərbaycan dilli ədəbi nümunələr inkişaf edərək, gəlin indi biz Vaqifin dilinə baxaq, nə qədər gözəl, nə qədər səlis, nə qədər demək, ədəbiyyat bu məsələdə çox böyük bir xidmət edir. Və gəlir biz Mirzə Ələkbər Sabirin özünün yaradıcılığına baxsaq, dil nə qədər səlisdir, nə qədər gözəldir, nə qədər, yəni o öz əsərlərində
də həm o Uşaqlar belə bir problemləri sabir qabardıq, şeylərlə, bəli. hətta uşaqlar belə Bəli. şeylərin olur. Digər tərəfdən isə o Azərbaycan, təmiz Azərbaycan dilində yazmaqla, yaratmaqla həm də o dilimizin işləşliyini yəni inkişaf etdirir və bizə Sevincləşdirir. sevdirir. Bax bu məsələlərə diqqət eləmək lazımdır. Çox təəssüf ki, son vaxtlarda biz böyük, möhtəşəm o Azərbaycan dili ədəbi nümunələrin yaranmasından biz danışa bilmirik. Baxmayaraq ki, bu işlə bağlı da böyük qurumlar məşğul olurlar, müəyyən mexanizmlər mövcuddur, amma hesab edirəm ki, bu gün bu qurumlarda bir milli təəssübkeşlik hissi olmalıdır. Yəni bir var dövlətin müəyyən elədiyi öhdəlik və normativlər, bir də var ki, bir milli təəssübkeşlik hissi. Çünki cənab prezidentin o sərəncamı təsadüfdən ortalığa çıxmayıb, böyükdür bir proses gedir, qloballaşma prosesi. Biz burada ləng tərpənəriksə, biraz da belə deyək ki, öz işimizə nizamlı yanaşmarıqsa, burada böyük bir Azərbaycan ədəbi dilinin, Azərbaycan dilinin ümumiyyətlə taleyinin belə deyək ki, korşalmasından söhbət gedir. Bu baxımdan biz istər media mənsubları olsun, istər dilçiliklə məşğul olan institutlar olsun, istərlər dilin qorunması ilə bağlı məşğul olan, üzərinə öhdəlik qoyulan qurumlar olsun, istərsə də bu dili işlək halda istifadə etməli olan yaşayış obyektlərinin rəhbərləri olsun. Bu bizim ümumi sərvətimizdir. Hər kəs bu məsələyə mövqeyindən, vəzifəsindən, öhdəliyindən asılı olmayaraq həssas yanaşmalıdır, o cümlədən də bizim ədəbiyyatçılarımız. Çünki biz müzakirəmizin əvvəlində dedik ki, dilin qorunub inkişaf etməsində artıq təsbit olunmuş faktdır ki, media və ədəbiyyatın rolu kifayət qədər böyükdür. Yəni, axsama bu hissədən başlarsa, bax, onda bizim çox böyük problemlərimiz ortalığa çıxır. Təşəkkür edirəm Müşməlim. Yəni, o dediyiniz bu mövzular həmin o qeyd etdiyiniz o dövlət proqramında cənab prezident tərəfindən imzalanmış. Orada eyni zamanda aidiyyət dövlət qurumları ilə vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində bu sahədə istiqamətdə fəaliyyətlərin göstərilməsi nəzərdə qeyd olunub. Belə əslində bu layihədə məhz elə o dövlət proqramının o bəndindən çıxış edərək, yəni vətəndaş cəmiyyətinin bu məsələyə öz mövqeyini bilməsi çağırış xarakterli bir layihədir və bu layihə çərçivəsində qeyd etdiyimiz kimi aparılan monitorinq fəaliyyətlər də məhz buna xidmət edir. Çox sağ olun ki, siz də dəyərli fikirlər. Mən təşəkkür edirəm və yeri gəlmişkən QHT agentliyə də təşəkkürümü çatdırmaq istəyirəm ki, bax bu cür bu bizim milli sərvətlərimizlə bağlı məsələləri layihələşdirirlər, onlara da müəyyən bir istiqamətlər açırlar. Bəli, çox sağ olun. Xatırladım ki, bizim verilişimizin qonağı Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli idi. Bizim bu video müsahibəmizdə Mirzələkbər Sabir Fond tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarından Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi ilə icra olunan Sabir Gözü ilə media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış monitorinq layihəsi çərçivəsində həyata keçirildi. Təşəkkür edirik. Növbəti verilişlərdə görüşənədək.